Gəncə şəhərində 33 yaşlı kişi 11 yaşlı xalası qızına təcavüz edib. Manşet az Oxaza istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan küçəsində baş verib. Şəhər sakini Raqil Ağayev xalası Turanədən borc alır. Bir müddətdən sonra o xalası gilə gələrək onun 11 yaşlı qızına təmas salır. Belə ki, Raqil xalası qızını oyun oynamaq adı ilə aldadaraq öz evinə gətirir. O, qızı yataq otağına gətirib, orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyir. Hadisə vaxtı Raqilin həyat yoldaşı Aytən evə gələrək qapını döyür. Raqil dərhal əlini geyinir, xalası qızına isə bu barədə heç kimə heç nə deməməyi tapşırıb qapını açır. Azyaşlı qız dərhal evdən qaçıb öz evlərinə gedir. Növbəti gün Raqil xalasının evində olmadığını öyrənib onlara gedir. O xalasının evinə gedəndə orada xalası qızının tək olmadığını, qızın qardaşı ilə oynadığını görür. O xalası oğlunu aldadıb başqa yerə göndərib. Bundan sonra Raqil qızla cinsi əlaqədə olur. Raqil onunla 2022-ci ildən 2024-cü ilə qədər mütəmadi olaraq cinsi əlaqədə olur. O hər dəfə qızı hədələyir, bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürəcəyini bildirir. Qız da qorxudan bu barədə heç kimə məlumat vermir. Bir müddətdən sonra qız ağrılar hiss edir və bunu Raqilin qardaşı arvadına deyir. O, mütəmadi olaraq Raqil tərəfindən cinsi əlaqəyə məcbur edildiyini bildirir. Faktla bağlı polisə müraciət olunur və cinayət işi başlanılır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Raqil Ağayev 12 il azadlıqdan məhrum edilir.